Herkese salam. Gəlin test master kitabından deməli 7 nömrəli testdən izahlarımıza baxaq. Əsasən past simple aid olan testlərdir. Deməli baxırıq cümləmizə. He some new shoes last month. Last month keçmiş zamanın zaman zərfidir. Last week, last month, last year. Buna görə də biz feilimizi keçmiş zamanda götürməliyik. Feilimiz isə by feilidir. Qaydasız feildir. Keçmiş zamanda olur bought. Cavab A bəndi. Baxırıq bura yenə last year'dir. Deməli keçmiş zamanda biz cümləyə sual verməliyik. Did-lə. Keçmiş zamanda biz did-lə sual veririk. Did feilimiz də baxırıq ki go feilidir. İlkin formaya qayıtmalıdır. Where did you go on holiday last year? Keçən il deyir tətildə haraya getdin? Sonra burada baxın did-lə went olmaz. Burada feili verib sonra köməkçi feil ola bilməz. Birinci köməkçi sonra əsas feil gəlməlidir. Burada do ilə verib olmaz. Keçmiş zamana sual did-lə verilir. Yəni last month-dır. Gəlməlidir birinci yerdə did. İkinci yerdə sadə bir feilimiz gəlməlidir indiki zamanda. Baxın did-lə so eyni anda olmaz. Burada köməkçi feil verməyibdir. Burada did-lə si hər ikisi doğrudur. Üçüncü tərəfdə nəyə baxıram? Burada no olduğu üçün mənə did lazımdır. Deməli cavab eləyir B bəndi. Baxıram dördüncü testdə. Yenə burada deməli bizə did she a job in the car factory. Burada deməli hansı xüsusi sual sözünü qoyacağımızı tapmaq üçün B bəndini tərcümə eləməliyik. Deyir ki, o işi tapdı. In the car factory, maşın fabrikində. Onda sual verib ki, o işi harda tapdı? Cavab olaraq deyir maşın fabrikində. Where did she get a job? Did olduğu üçün kod feili getə çevrilməlidir. Ona görə cavabım D bəndidir. Burada when nə var? To da kim deməkdir. Amma mənə where lazımdır. Baxıram bura didn't olduğu üçün cümlədəki keçmiş olmaz. Went keçmişdi, bu da keçmişdi, getdi. Sonra burada deyir ki she didn't go out yesterday afternoon. O dünən günorta çölə çıxmadı, o evdə qaldı. Hadisə dünəndə baş veribdi. Baxın, ikinci tərəfdə stay burada indiki zamandadır, burada keçmiş zamandadır. Hadisələr eyni zamanda baş verdiyi üçün A bəndi götürürük, keçmiş, keçmiş. Yəni deyirəm, o dünən getmədi, evdə qaldı. Sonra French before, but he at university now. Deməli, birinci didn't study olar, study didn't olmaz, bunu çıxaq. Sonra didn't-la idi olmaz, bunu da çıxaq. Sonra baxırıq, didn't study, did not study olsun, qalsın. İkinci tərəfə baxıram, C də ola bilər, B də ola bilər. Birinci ikisində də düzgündür. İndi gəlin ikinci hissəyə baxaq. Mənim mübtədam burada he-dir. He isə studies olar, yoxsa study. Təbii ki, he-də feil şəkilçi qəbul etməlidir. He, she-dir, ona görə cavab C bəndidir. Sonra baxıram, burada nədir? Did köməkçi feil veribdir. Have lunch. Have lunch. Have for lunch. Qəlyan altıda nə var idi? Onların qəlyan altı üçün nələri var idi? What for. Qəlyan altı üçün nə var idi? What did they have for lunch? What for şəklində istifadə eləyirik. Where you last weekend. Keçən gecə sən harada? Keçən həftə haradaydın? Last week keçmiş zamanı göstərdiyi üçün burada baxın əsas feil yoxdur. Deməli to be feilindən gedir söhbət. To be feilinin də keçmiş zaman forması you-da were-dür. Were you last weekend? Sən keçən həftə haradaydın? Was-ları çıxıram. Sonra deyir ki, mən Alabama-daydım. I was in Alabama. Were-la was cavabı C bəndindədir. 9-a baxıram. Deməli 9-cu testdə I usually for 6 hours a day. Mən adətən gündə 6 saat işləyirəm. But dünən 8 saat işlədim. İndi baxın. Baxın, batdan sonraki cümlə ayrı bir cümlədir. Dünən 6 saat bu işləyibdir. Yesterday varsa burada olmalıdır keçmiş zaman. Baxın, burada work indiki zamandadır. Burada da qalanlarda keçmişdə dayalı. Bu variantım getdi. Sonra I usually works olmaz. I s qəbul etmir. Bunu çıxartdım. İndi baxın. Mən adətən, yəni adəti olaraq gündə 6 saat deməli
İndi baxın, deyək ki, gündə 6 saat işləyirəm. Bu adət vərdiş halını alıb və bu mütəmadi olaraq təkrarlanan bir şeydir. Amma deyək ki, dünəncənə bir dənə 6-8 saat işləmişəm. Yəni ondan əvvəldən elə həmişə 6 saat işləyirdim. Ona görə indiki zaman götürürük. Niyə keçmiş götürmürəm? Deyirəm ki, mən adətən 6 saat işləyirdim. Dünən 8 saat işlədim. Olmur axı. Mən həmişə işləmirdim. Yəni mütəmadi olaraq mən 6 saat işləyirəm. Amma dünən istisna baş veribdi. Birinci tərəf indiki zamanda usual zaman zərfidir. 2-də də keçmiş zamanda götürürük. Rosemary often to work by bus, avtobusdan gedir, but she by yesterday. İndi baxın, yenə eyni qayda. Often var, yesterday var. Deyir, həmişə often, tez-tez o gedir avtobusdan. Amma dünənlərcə taksiyə minibdi. Deməli, yesterday olduğu üçün bura kod, keçmiş zaman qoyuram. Burada dünən adət vərdiş halını alıbdı. Adətən də gedir avtobusdan. Ona görə indiki zamanda götürürəm. Yəni bu həmişə indiki zamanda bu belə gedir. Bir dənə istisna dünən baş veribdi. Ona görə mənim cavabım B bəndidir. Bonnie and Nick tennis last weekend. Last weekend olduğu üçün keçmiş zamanda qoymalıyam. Deməli cavab A ola bilər. But they really play tennis. Bonnie və Nick keçən həftə tenis oynadılar. Ancaq onlar nadir hallarda bunu oynayırlar. Yəni bunlarda vərdiş halı almayıbdı bu. Really play tennis. Cavab B bəndidir. 12-yə baxıram. 12-də it a lot in winter here. Burada deyir qışda çoxlu qar yağır. Ancaq keçən il yağış yağdı. Last year varsa mən ikinci tərəfə keçmiş zaman götürməliyəm. Rains indikidir, rain indikidir, getdi. İndi baxıram burada. Deməli biri keçmiş, biri indiki veribdi. Deyir qışda burada adətən deməli adəti olaraq, yəni qışda daha çox snows, qar yağır. Amma keçən ilcə yağış yağıbdı. It snows a lot in winter here. Burada qışda çox yağış yağır. Elə bil indiki zamandan keçmişi müqayisə edir. Bu da yenə dünənlədir, qabaqdakı testlər kimidir. Baxıram 13-cü testdə. Diqqətli oluruq yenə. Keçən il var, bu 100% keçmiş zamandır. Gəlin baxağın, bunu çıxdım, amma diqqətli oluruq. Deməli, last year for 3 months, keçən il deməli 3 ay yağış yağdı. Last year olduğu üçün birinci tərəfim keçmiş zamandır. Amma 2 həftədir ki, ancaq 2 həftədir ki, deməli yağış yağır. Deməli, bax ikisi də keçmiş olur. Niyə? Deyir, keçən il 3 ay yağış yağdı. Amma bu deyir, 2-ci həftə davam elədi. Ancaq deməli, cümləni səhv dedim. Keçən il 3 ay snow, qar yağdı. Snow. Amma yağış, yəni söhbət keçən ildən gedir. Amma keçən il yağış 2-ci həftə yağdı. Keçmiş götürürük. İndi baxırıq bura. It snow a little in winter in Holland. Hollandiyada deyir ki, qışda az yağış yağır. Yes, it nədirsə cavabı. Deməli, bu şey baxağın. Ümumiyyətcə burada itdirsə, du ilə sual vermərəm indiki olsa belə bu getdi. Burada da bu du iç keçirəm, çünki itdirsə daz olmalıdır. Sonra baxın, ikincidə du ilə itdən cavab qaytarıram da. Yenə itdə du olmaz. Gördünüz, variant getdi, cavab qaldı C. Does it snow a little in winter in Holland? Yes, it does. But last winter it didn't snow at all. Gördünüz? Bura indiki zamanda sual verdi, indiki zamanda cavab qaytardı. Amma burada da last winter olduğu üçün past simple-da istifadə elədik. Gəlin buna da baxağın. Deməli, yenə you usually work for 8 hours a day. Sən adətən bir gündə 8 saat işləyirsən. Burada nəsə cavab qaytarıbdır. İndi baxın, buraya nə ilə sual veririksə, buranın cavabı ondan qayıtmalıdır. İndi baxın, du ilə verib, did ilə qaytarıbdır. Amma du veribsə, burada du olmalıydı. Did veribsə, did olmalıydı. Ona görə B ilə D çıxır. Yəni, du ilə did qayıtmamalıdır. Du ilə du, did ilə did qayıtmalıdır. Bunlar getdimi? İndi baxın, burada du, did qaytarıbdır. İndi baxırıq cavaba. İndi bir şey deyim sizə. Last week burada əlimizin altındadır ki, geyir keçmiş zaman qoy mənə. Bu don't work indiki zamandakı getdi cavab
A bəndidir. Deməli, burada you ilə do olar. Do ilə də cavab qaytarar. Last weekend-ə görə də didn't work olur. Sonra baxıram yesterday evening. Dünən axşam. Bu keçmiş zamanı göstərir. Baxın, variantlarla işləyək birinci. Bilmirəm bu testləri niyə səhv yazıbsınız. Did keçmiş zaman olduğu üçün idi düşməli idi. A bəndi getdi. Sonra did olduğu üçün idi düşməli idi. B bəndi də getdi. Burada no olduğu üçün inkar qayıtmalıdır. Burada did qayıdıb, burada didn't qayıdıbdır. Yəni mənə inkar lazımdır. Ona görə cavab D bəndidir. Все. 17-ci testə baxıram. It was Jack's birthday 2 days ago. 2 gün əvvəl Jack'in ad günü idi. Deməli, ago keçmiş zamanı göstərdiyi üçün ya was ya were-dən istifadə eləyirəm. It də were-lə yox, was-la işlənir. Who you eat with? Deməli, well, I dinner with friends. Gəlin baxaq variantlara. Deməli, yenə eyni qaydada. Baxın, deyir ki, sən kim ilə yedin? Bu da deyir ki, dostlarımla. İndi baxın, burada ümumiyyətcə baxın, ikinci tərəfə baxıram. Ay da elə uşaqlar. Aydısa it's olarmı? Olmaz. Hiç it də olar. Bu getdi. Sonra aydan sonra itin gəlməz. Axı have has eaten olardı elə. Birbaşa verb 3 gəlmir də. Verb 2 gəlir. Eat gələrdi məsəl üçün. Eaten verb 3 formasıdır. Mübtədən sonra birbaşa eaten gəlmir. Onu da çıxdım. İndi baxıram bura. Deyir ki who did you eat with? Sən deyir kim ilə yedin? Keçmiş zamanda sual verib. Mən dostlarımla yedim. Keçmişdə də cavab qaytarıbdı. It indiki zamandadır, amma keçmişdə qaytarmalıdır. I ate dinner with friends. Mən naharı dostlarım ilə yedim. Cavab C bəndidir. Keçmişdə sual verib, keçmişlə bağlı da keçmişlə bağlı cavab veribdi. And usually to work, but yesterday she. Yenə variantlarla işləyək. Birinci. Ən adətən, baxın, ən indiki zamanda deməli olsaydı əgər, she-dirsə, hələ bir baxıram. Drive olmaz, drives olar. A bəndi getdi. Yenə bax, burada drive olmaz, drives olar. Bu da getdi. Qaldı 2 dənə variantım. Sonra mən baxıram ki, burada usually var. Usually indiki zamanı göstərir. Deməli, burada drives olmalıdır. İkinci də yesterday var. Yesterday də varsa keçmiş olmalıdır. Cavab B bəndidir. Sonra baxıram bura. Yenə eyni qaydada it-dirsə rain olmaz, rains olar. Rainləri çıxdım. İkinci tərəfdə də last year var. Last year olduğu üçün keçmiş zamanda olmalıdır. Burada snows indiki zamandadır. Deməli, A bəndidir. It-də feil S qəbul edib, last year-ə görə də snowed keçmişdə qoymuşuq. Baxıram 21-ci testdə. 21-ci testdə and Max usually sailing at weekends, but last weekend say tennis. Adətən deyir həftə sonları üzürlər, amma keçən həftə tenis oynayıblar. Last weekend deyirsə, mənə ikinci tərəfdə keçmiş sadə zaman lazımdır. Ona görə bax burada bir dənə play indiki zamandadır. Bu getdi. Qaldı 3 dənə variantım. N-lə Max 2 dənə adam adıdır. Bərabərdir Z-yə. Z olsun. İndiki sadədə tutaq ki, qoysaq belə də, gök o deyil. Qoysaq belə də qo'su olmazdı, qo olardı. A bəndəni də çıxdımmı? Qaldı 2 dənə variantım. Burada indi baxıram nəyə? Zaman zərfinə. Usually indiki sadə zamanı göstərir. İndiki sadə zamanı göstərdiyi üçün B bəndi götürürəm. Çünki usually-də went olmaz. Went keçmişi göstərir. Doğru düzgün. Last weekend keçmişi, bu da indikini göstərir. Orada B bəndi. Keçirəm buna. My family left London and moved a small village. Deyir ki, mənim ailəm Londonu tərk edib balaca bir kəndə köçdü. Move to ilə işlənir. A bəndidir. People all over the world ola bilər. Bütün dünyadakı insanlar. All over the world speak English. Bütün dünyadakı insanlar ingilis dilində danışır. Mən bunu sizə əzbərləmişdim. All over the world və ya da all around the world ola bilər. 24-ə baxıram. What do you know George Washington? George Washington haqqında nə bilirsən? About George Washington. Now she alone. She-dirsə live alone olmaz. İndiki zaman götürsəm. Yenə də live alone olmaz. Deyir o indi tək yaşayır. Lives alone. But when she was a child. Baxın, burada keçmiş var. Batdan sonraki hissə. Keçmiş varsa burada keçmiş olacaq. Nə vaxt ki o uşaq olanda she lived with her mother and sisters. O anası və bacılarınla yaşayıbdı. Cavab B bəndidir. Niyə? Gəlin bunu bir də izah edeyim sizə. Deməli, birinci cümlədə now var. Now varsa cümlə indiki zamanda olmalıdır. She də indiki zamanda S qəbul edir. A bəndi getdi, D bəndi getdi. Deməli, now olduğu üçün indiki zaman,
Burada da was keçmiş zamanı göstərdiyi üçün burada keçmiş zaman olmalıdır. Ona görə cavab B bəndidir. Deməli, bu qədər sadə. Baxıram 26-ya. Where now. O indi harda yaşayır? Does she live now? Cavab C bəndidir. Güman ki, siz burada now-nu görüb, iz götürübsünüz ki, davam edici olsun. Yaxşı, davam edici olmaq üçün live-in ing-si olmalıdır. Yoxdursa, deməli, indiki sadə zaman götürürsünüz. Ümumiyyətcə, zamanlarda belə bir xüsusiyyət var, zaman zərflərində. Yəni, bir zamanın zaman zərfi, misal üçün, now indiki davam edicinin zaman zərfidir. Amma onu siz indiki sadədə görə bilərsiniz. Yəni, zaman zərfləri fərqli-fərqli zamanlarda işlənə bilər. Yəni, bu qeyri-adi bir şey deyil. Yadınızda saxlayın. Baxıram 27-ci testdə. Until-dən sonra, bax, burada nə yazıb? 86 yaşı. Was 86. Deməli, bura keçmiş zamandadırsa, mənim birinci tərəfimdə keçmiş olmalıdır. Doesn't indikidir, indikidir. Cavab A bəndi. Baxıram, in 1950 keçmişi göstərir. Keçmiş zamana da onda sual nə ilə verirəm? Did-lə verirəm. Cavab C bəndi. Burada yenə 8 yaşı olanda keçmiş zamandır. Baxın, bu indikidir, bu indikidir. Bu da ing lazım deyil bizə. Cavab A-dır. Sonra no var. Gəlin, burada bax, variantdan işləməyi öyrədim sizə. 30-cu testimdə. Deməli, nə var burada? Bir dəqiqə. İkinci tərəfdə görürsünüz no var. Bayaq da belə bir test var idi. Burada no varsa, mənə ikinci tərəfdə 2 cavab lazımdır. Maşallah, hamısında 2 da verib, sağ olsun. Gəlin, baxağım. Ümumiyyətcə, baxın, D-ni atıram niyə? Çünki R-la sual veribsə, didn't-dan qaytarmaz, aren't-dan qaytarardı. Ona görə bu variantım aradan çıxdı. Bir dənəsi getdi. Baxıram bura. Deyir ki, səbəb do ilə sual verib, didn't-dan da qaytarmaz axı. Filmi xoşladı, no I didn't. Do ilə verib, do ilə qaytarmalıdır. Did-lə verib, did-lə qaytarmalıdır. Bu da getdi. Qaldı 2 dənə variantım. Deməli, like burada feil olduqda deyirsən xoşladığın filmi. Like da burada xoşlamaq əsas feil olduğu üçün biz feillərimiz to be-nin formalarından düşməndir. Feillərə sualı do ilə, does-la, did-lə veririk. Bu zaman əmizar qoyardım ki, like tutaq ki, like olmasın, başqa bir feil olsun. Davam edici də olsa əmizar qoya bilərdik. Yəni, əsas feil görürsünüzsə burada, ing-siz, o zaman davam edici zamanlar, yəni to be-nin forması ola bilməz. 31-ə baxıram. She thinks, o düşünür, her past life, onun keçən həyatı haqqında düşünür. Thinks about, o keçmiş həyatı haqqında düşünür. She was tired of politics, o siyasətdən bezmişdi. To be tired of, bezmək deməkdir. She died a car crash, o maşın qəzasında öldü. In a car crash, maşın qəzasında öldü. Sonra afraid of-la işlənir. People were afraid of her. İnsanlar ondan qorxurdular. B bəndidir. I was 6 keçmiş zamanı göstərir elə. Deməli, burada keçmiş olmalıdır axı. Həm də V-nin uzlaşması oradan da bilə bilərsiniz. Live indikidir, living lazım deyil, lives indikidir. Cavab A bəndidir. 36-ya baxıram. Move to London. Biz Londona, did sual düzəldir. V-dən sonra didin nə işi var? Getdi. Move əsas feildir. Əsas feildirsə, ondan qabaq to be-nin formaları gələ bilməz. Olmalı cavab B bəndi. Move-un sonunda ing olsa əmzar qoyardıq. Yadda saxlayın. Feili eləcə görürsünüzsə, məsəl üçün carry-dir, start-dır, sing-dir, nə bilim try-dır. Yəni, istənilən bir feili çırpaq formada, adi formada görübsünüzsə, onun qabağına to be qoya bilməzsiniz. Baxıram bura. When you have your last holiday, last August. Deyir ki, nə vaxt sən axırıncı tətilini keçiribsən? Deyir ki, keçən avqust ayında. Last varsa keçmiş zamanı göstərir və ümumiyyətcə burada do indikidir, are indikidir, is indikidir. Cavab C-dir. Amma bir şey də deyim. Burada have malik olmaq mənasını verdiyi üçün mən ümumiyyətcə to be-nin feilini istifadə edə bilmərəm. Necə ki, move-da, go-da, yəni bütün hərəkət bildirən feillərdə istifadə eləmədiyim kimi. 38-ə baxıram. 1994 keçmiş zamanı göstərir. Deməli, burada keçmiş olmalıdır. Living keçmişi də leftdir. Cavab A bəndidir. 39-a baxıram. Maria in 1998 keçmiş zamanı göstərir. Deməli, meet də qarşılaşmaqdır. M-E-E-T. Keçmişdə E-nin biri düşünür, olur met. Meetdən met yaranır. 39-da A bəndidir. 40-a davam edirik. In my bedroom, mənim yataq otağımda there is about
bed and a wardrobe. Deyir, mənim yataq otağımda bir dənə kravat və bir dənə də şkaf var da. Cavab C bəndidir. Yəni, iki dənə nə isə birləşdirir and, ismi birləşdirir. Millions of people to London for the funeral. Dəfn üçün gələn, Londona dəfn üçün gələn minlərlə insan, deməli, yox, people to London for her. Hə, onun dəfni üçün Londona minlərlə insan gəldi. Nə vaxt ki, o öləndə. Yəni, o öləndə onun dəfni üçün Londona minlərlə insanlar gəldi. Vendən sonra keçmiş zaman qoymuşamsa, bura keçmiş olmalıdır. Kamin də keçmişi came'dir. Peter stayed his grandfather Christmas. Ümumiyyətcə, bayramlarda biz demişik, ət yeyirik. Bayramların qabağında ət olur. O deyir, Christmas bayramında nənəsi ilə qaldı. With his grandmother. Cavab D bəndidir. Christmasdə nənəsi ilə qaldı. Davam edirik. Cavab 43-ə. Arrive in-lə də işlənir, ətlə də işlənir. Kiçik məkanlar ətlə işlənir. Çünki airport hava limanıdır, kiçik məkandır. Arrived airport, arrived at airport və New York şəhərdə şəhərlər in-lə işlənir. Saatlar da ətlə işlənir. Ət in, ət varmı? Cavab var, A bəndidir. Speak me English. It is a good practice for us. Deməli, bu bizim üçün yaxşı bir praktikadır. For olmalıdır. Görün, dediyim sözü yazamıram. Speak to me in English. Mənimlə İngilis dilində danış. It is a good practice for us. Bu bizim üçün yaxşı bir təcrübədir. Aha. There is a postman, a letter you. There is a postman, deməli, burada there is a postman with a letter for you. Burada belə gedir də, sənin üçün məktubu olan bir dənə poçtalyon var. Yəni, məktublu bir gəlib kimsə qapıda dayanıb, deyirəm ki, bir dənə poçtalyon var, orada sənin üçün də məktubu var, yəni. Sonra 46-ya baxıram. I often think the day we met. Mən tez-tez bizim qarşılaşdığımız gün haqqında düşünürəm. Think about the day. Sonra Tuncay Atakan is an English teacher. He İngilis dili müəlliməsidirsə, teaches English, İngilis dilini öyrədir. There was there anyone at the office yesterday? Dünən ofisdə kimsə var idi. Sual nə ilə verib? Was-la verib. Deməli, cavab was-la qayıtmalıdır. Deməli, was-un özü də inkarında wasn't olmalıdır. Belə cavab C bəndidir. No, there wasn't. Sualı was Z ilə veribsə, Z wasn't-la qaytarıram. Sual ümumiyyətcə nə ilə verilib, ondan da qayıdır. 49. Did she go to the cinema last night? Last night keçmiş zamanı göstərir. Did-lə sual veribdir. No, she didn't olur. Did-lə veribdir. No olduğu üçün didin də sonuna not qoyuram. Didn't cavab D bəndidir. No, they came by plane. Onlar təyyarə ilə gəldilər. Cümləm keçmiş zamanda verib burada. Deməli, deyir, onda deyir ki, onlar qatarla gəliblər. Gəldilər. Deyir, yox, təyyarə ilə gəldilər. Ona görə burada did qoyuram. Çünki cavabımı keçmişdə qaytarıbdır. C bəndi. I came to live here 3 years. 3 il əvvəl mən burada ago. 3 il əvvəl mən burada yaşamağa gəlmişəm. 3 years ago. Elə ago keçmiş zamanın göstəricisidir. Month I went to Paris. Mən deyir Parisə getdim. Keçən ay getdim. Çünki burada went keçmişi göstərdiyi üçün last month keçən ay şəklində istifadə eləyirik. 53-dən davam eləyirəm. In my family deyir ki, ailəmdə we dinner at 7 o'clock. Yəni, biz ailəmlə saat 7-də we have dinner deyirəm, have lazımdır. Have dinner nahar etmək deməkdir. Have-lə işlənir. There is a bank, the bookshop. Deməli, kitab mağazasının qarşısında bank var. Opposite the bookshop. Qarşısında bank var. Niyə between işlətmirəm? Çünki between olmaq üçün buradakı söz cəmdə olmalıdır. Sonra I usually take the car because mən adətən deyirəm maşına minirəm. Çünki I don't like maşına minirsə bu walking, yeriməyi xoşlamır. I don't like walking. We in a hotel in Frankfurt'dakı oteldə biz nə qaldıq? We stayed in a hotel in
Frankfurt. 57. Where can I buy some medicine? Sual, deməli mən hardan biraz medicine nədir? Dərman ala bilərəm. Mən hardan dərman ala bilərəm? Dərmanı da hardan alırıq? Aptekdən alırıq. Ona görə bizim burada cavabımız at the chemist in Cook Street-dəki aptekdən ala bilərsən. Baker çörəkçidir, market bazardır, bank də bankdır. Sonra burada nə deyir? He is very nice. O çox qəşəngdir. Burada bizə sual nə ilə veribdir ki, bu buna cavab verir? Deməli, burada look like-la what is like-ın fərqinə baxmalısınız. Look like bilirsiniz nədir? Görünüşdən gedir burada söhbət. Ucadır, alçaqdır, kökdür, arıqdır bundan. What is he like da? Onun belə deyək, deməli, xasiyyətcə necə olduğundan gedir söhbət. Deyir, o çox yaxşıdır. Yəni, adətən sifətlərlə cavab qaytarılır. Cavab ona görə burada B bəndidir. Burada how is she, o necədir? How does he look, o necə görünür deməkdir. Burada da o çox qəşəngdir. He is very nice. Deməli, bu qədər testimiz əsasən past simple aid olan testlər idi. İnşallah ki, başa düşdünüz. Bir də burada sizə bir şey deyim. Baxın, bu sizə çaşdırmasın. What is he like? Kimisə xarakterini, necə biri olduğunu soruşanda istifadə edirik. Deyirəm ki, o necə biridir? What is he like? Deyir ki, o çox yaxşıdır, nicedir, qəşəngdir, yəni qəşəng xasiyyəti var. Ya da friendly, mehribandır və yaxud da arrogant, dikbaşdır. Nə bilim, və yaxud da deyə bilərəm polite, nəzakətlidir. Ona görə burada mənim cavabım B olur. Onu qatmayın. Amma görünüşünü soruşsam, sizin saçı uzundur, boy uzundur, saçı qaradır, gözləri mavidir. O zaman look like-dan istifadə edərsiniz.